Sağlamlığa zərər vermədən ventilyator altında yatmaq mümkündürmü? Bu sual bir çox insanı maraqlandırır. Yenavoz.com xəbər verir ki, kardioloq Sergey Veçtemov Gazeta.ru-ya söhbətində bu barədə danışıb. Həkimin sözlərinə görə ventilyatorun altında yatmaq olar və hətta onun üstünlükləri var. Soyutma, istiliyə daha asan dözməyə kömək edir və yuxu keyfiyyətini yaxşılaşdırır. Hava dövranı, havasızlığın qarşısını alır və otaqda rütubəti azaldır. Ağ səs-küy, bəzi insanlar üçün ventilyator səsi daha tez yuxuya getməyə kömək edir. Ancaq sağlamlıq üçün mənfi cəhətlərin qarşısını almaq üçün nəzərə alınmalı olan bir neçə vacib məqam var. Stat: xüsusən bir ventilyator burun və boğazın seltik işalarını qurda bilər. Onların qoruyucu funksiyalarını azalda bilər və yerli hipotermiyaya səbəb ola bilər ki, bu da viruslara həssaslığı artırır. Həmçinin xroniki sinüzit və ya allergik rinit ilə vəziyyəti daha da pisləşdirir. Nəzərə alınacaq başqa bir məqam əzələ gərginliyi ehtimalıdır. Soyuq hava əzələ sərtliyinə səbəb ola bilər və beləliklə arxada qeyri-spesifik əzələ ağrısının şiddətlənməsinə və ya artritin kəskinləşməsinə səbəb ola bilər. Buna görə də ventilyator sürətini azaltmaq və ya məsafədə yerləşdirmək daha yaxşıdır. Bundan əlavə, ventilyator nəfəs yollarını qıcıqlandıra bilən toz qaldırır, asma tutması riskini artırır. Bu problemin həlli belədir. Bıçaqları mütəmadi olaraq təmizləyin və hava filtrlərindən istifadə edin. Statın sonu. Həm də nəzərə almaq lazımdır ki, tərin buxarlanmasının artması bədəndə maye itkisinə və nəticədə susuzluğa səbəb ola bilər. Buna görə də həkim yatmazdan əvvəl su içməyi və nəmləndiricidən istifadə etməyi məsləhət görür. Stat: beləliklə ventilyatorla yata bilərsiniz. Əgər o birbaşa sizə üfürmürsə, otaqda skvayznak yoxdursa, siz xəstə deyilsiniz və ya allergiya və asmadan əziyyət çəkmirsinizsə, xroniki lor xəstəlikləri, nevrologiya və ya toz allergiyası varsa, bundan tamamilə imtina etmək daha yaxşıdır. Statın sonu.